Bir dənə, qoy bir dənə belə deyim də. Bir dənə bu şey, istədiyim şey alınsın. Yine aynı arzu olacağım. Evet. Bu TikTok'ta bir iki nəfər var, mənə qıcıq yaradır. Və istəyirəm onu yaxşı şeylə nəticələnsin. Onu eləyəndən sonra tamam fərqli olacağım. İndi onun üstünə düşmüşəm. Məsələn. Arzu salam. Əleyküm, əleyküm, əleyküm. Akto. İnşallah. Qələtiləm, my part. Biz səni sevirik, mən də sizi sevirəm. Niyə ki? Səbi sağ ol ürəyim, çox sağ ol. Aliyeva. Cansın, niyə? O söhbətdə paylaşmışam ki, səhifəmdə. O Naibə söhbəti, o Naibəyə təhqir olunmuş deyə. O söhbət. Sağ olsun Türkan xanım bu işə baxır. Yaxşı olacaq. Bacı, 3-cü qızınanı. Səhifəmdə baxdı, ürəyim var da. Nə təhqiri? Hə, təhqir eləmiş də. Mənə görmürsən, mənə nə söz deyirlər, heç vecimi almıram. Denisə də deyiblər, mənə də deyiblər. Onlar qardaşım üçün deyiblər, papam üçün deyiblər, vecimi almamışam. Burada Naibədə dedilər, mənim başıma isti su döküldü. Məncə, nə bir də kimə nə dedilərsə. Az mənə nə deyirlər, desinlər, vecimə dör. Mənə əsas qızımdır. Elə də açıq aydın təhqir, ona da cavabını verəcəklər. Qanun qayda qabağında. Olmaz axın. Hə, vermişəm kayıtları advokata. Ondan da başvurduq ha, qurban olduğum. İndi anası bəlkə biraz açıq-saçıq ola bilər. Dili acı ola bilər. Dilinin kontrolü olmaya bilər. Amma mən bilirəm ki, o qızımın ahı tutacaq onları. Bəlkə mənim ahım tutmaz, amma Naibənin ahı %100 tutacaq, o dil uzatdığına görə. Bəs nə masum uşaq deyil. Qız uşağına söz demək ki, nə qədər günahdır. Amcan, bəyəm sansın. Yo. Uşaq da yoxdur. Hə, Quran haqqı, Allah haqqı. Hələ bir dənə qayda atmışlar, orada deyir ki, əcəb eləmişim. Sən danışırsan Türkanla? Dedi, mən Port Bakudayam. Orucumu burada açım. Ona görə tələb. Uşaqları düşürdüm. Görüşək. Gəl bura, dedim, giyimim uyğun deyil. Dedi, harada yasamal sənə uyğundur, dedi mən. Dedi, onda gəl yasamala oturaq söhbət eləyik. Yox, ürəyim, mən yox. Nə oldu, gül maşını bağlamışam. Buradan kompasını burada pəncərədən. Deyir oradan. Türkər, hə, Türkər Əliyeva. O xanım baxır. Sosial şəbəkə işlərimə o xanım baxır. Sizin də əgər kiminəsə bir problem, не только o boşanmalara zada da baxır. Hər şeyə, hər işə. Hər şeyə baxır. Onun öz şeyi var, komandası var. Nə deyirlər ona? Advokatlıq nəyi? Nə deyirlər ona? Sən də Azərbaycanda yaşayırsan, heç nə bilmirsən. Nə yaşayırsan, heç nə bilmirsənsə. Az nə deyirlər ona? Vəkil bürosu. Hə. Yəni tək o deyil də, içində çox adamdır. Bağlanan hədisi.
Hə, belə hər şeyə baxır. Mənim söhbətimdə sosial şəbəkə işinə baxır. İyi axşamlar. Oğlun gəldi, yox. Mən gedib getirəcəyəm. Saçım pisdir. Xanım, saçımın neyi pisdir? Rəngi pisdir. Neynirsən? Zaksa salacaqsan xanım məni. Mənə xoşdur. Qurban olum. Uşaqları fikirləşdə. Sən fikirləşirsən də əsas mən uşaqlarımı. Mən fikirləşməsəm də olar. Əsas sən fikirləşirsən. Baba. Nənəsisən, babasısan, atasısan. Bu qədər cəmaatın uşaqlarını fikirləşəndənsə, küçədə o qədər anasız qalmış yazıq uşaqlar var. Get birini götür, analıq elə. Get birini götür, bacılıq elə. Adə get birini getir, atalıq elə. Belə bombasansa. Belə yaxçı qızsansa, belə yaxçı oğlansansa, get getir yanva, saxla da böyüt. Nə olar ki? Sesim qaça gəlməzdi. Nə yazıb? Simuruk. Simuruk, bax. Mənə əgər kimsə nəsə dedirsə, qurban sənə, mən heç nə demirəm. Mənə təhqir edib, nəsə deyib, əxlaqsız deyib, odur. O mənim üçün önəmi oynamır. Amma əgər gəlib mənim başı bağlı, sosial şəbəkənin başı bağlı qızıma biri bir söz deyirsə, onda mən də onun axırınacan gedərəm. Mənə nə deyir, heç vecimə deyir. Sən o bursu qadının adını yazsın. O qadın mənə nələr dedi, amma mənim uşaq qızlarımın adını çəkmədi. Başa düşdün? O dediyin xanım var ha. Deyirsən, o sənə nələr dedi, ona keçdin. O mənim qızımın adını çəkmədi və yaxud qızlarımın adını çəkmədi. Başa düşdün? Mənim bu sosial şəbəkədə çox adam olub, mənim üçün nəsə deyib. İndiyə nə qədər nəsə eləmişəm, yox, başımı buraxmışam, susmuşam, oturmuşam. Fikir verməmişəm. O sən də bir yazdığın o qadının adını yazmışsan ki, o sənə nələr dedi, ona keçdin, buna niyə keçmişsən? Çünki o qadın mənim uşağımı söyməmişdi. Mənim uşağıma deməmişdi ki, get qızıvı qoy trinajorun üstünə, get qaldır sal. Başa düşdün, yəqin evində anası ilə çox görüblər trinajorlar. Əgər bir uşaq elə şey deyirsə. Demək, trinajor evində çox görüblər. Bir qadın, bir ana əgər uşağı elə söz deyirsə, demək, evindəki ilə trinajorları çox görüblər. Çox qaldırıb salıblar onları. Ki, elə söz istifadə edirlər bir uşaq üçün. Всё, qutardı, getdi. O qız ümumiyyətlə danışığımı bilmir. Sələ hardadır? Burada olar. Naxçıvana salamlar. Əleyküm salam. Arzu Lənkərana gələsən. Yox, Hüreyim. Şey deyəm da. Kiminsə də nəsə söz uzadı varsa, seviyeslərə fikir vermə. Amma mən nə sevirəm, Naibənin elinin altında yazılan kommentlər. Elə qəşən kommentlər yazıblar. Allah haqqı. Hələ bil öz qızlarıdır, hələ bil öz bacılarıdır. O qədər qəşən. Mən Naibənin videosunun altına girmişəm. Dünən paylaşmışam da o videonu da. Ona görə gözləri götürmür də. Səbi öpürəm ürəyim. Ben dünən Naibənin videosunu paylaşmışam. Tek özünü də birinci paylaşmışam. Bir gündü qoymuşam. Bir gündü də dünən paylaşmışam. Bilməm, tam hələ 24 saatı dolmayıb. 1 milyona yaxın baxış gəlib. 30 mindən də çox like. Və bunları görür, gözləri götürmür. Sonra dalıca da bir saat sonra, saat yarım sonra Eli ilə Naibəni paylaşdım. Eyni şey də orada. Bir dənə pis rəy tapmadım ki, aralarında.
700k, hə, deyirəm də 1 milyona yaxın gəlib. Hələ bir günü tam da olmayıb. Sumqayıta niyə getmirsən? Sumqayıtda niyə getməliyəm ki, ürəyim? Hə, oğlum dərmanla müalicə alır da, Vüsal doktor verir. Artıq malades, artıq 15 gündür. 15 gündə bayağı bir dəyişiklik görürük. Daha çox əsəbləri sakitdir. Tablet istifadə eləmir qızlar. O uşaq əlində tabletlə qalan uşaq idi. Tableti alanda əsəbləşirdi, başını vururdu. Tablet deyə bir şey yoxdur. Yəni tablet deyirik də biz. Onu istifadə eləmir artıq. Doğrudan. Allah haqqı, tamam yığışdırıb onu. Tamam. Hə, baxmır. 7 gün bir doz yazdı həkim. Hamısı vitaminləndir ya. Vitaminlərləndir. 7 gün yazdı. 7 gündən sonra 7-8 növ vitaminlər yazıb. 7 gün sonra dozunu qaldırtdırdı bizə. İndi 5 gündə dozunu qaldırmışıq. Ümumi 12-13 gündür müalicə alır. 13 gündür. Allah haqqı tablet deyə bir şey. Tableti 5-ci gün buraxdı. Çox əsəbləri, vaxtında yatıb, vaxtında dura bilmir də. Bax, gec yatırdı, tez dururdu. Yatmağı çox pis idi. Yatma, Vüsal doktor. Yatma rejimi çox pis idi. İndi mama deyir ki, axşam saat 9-da yatır, səhər saat 8-də oyanır. O uşaq heç vaxt o qədər saat yatmırdı. Ümumi 6 saat ya yatırdı, ya yatmırdı. Vüsal Abdullayev, hə? Esmira xanımla birlikdə işləyir də. Esmira Qafarovadır familiyası yine yadımdan çıxdı. İştaha açılıb. Ən əsasdan nə dəyişiklik olub? Əsəbləri sakitləşib, tableti yığışdırıb və vaxtında yatır. Nervopatolog. Vüsal Əzimov, Əzimov. Nervopatolog. Çaşdım, Əzimov. Mən familiyaları yadda saxlayamıram ki. Vüsal Əzimov. Nervopatolog, hə. Tablet nə deyirsə Azərbaycanca? Tablet deyirik biz. Planşet. Planşeti konkret buraxıb. Niyə ölkəvə getmirsən? Niyə? Bura sənin atoğun ölkəsidir. Başa düşmədim. Az geç köpək oğlun qızı. Bu mənim atamın yurdudur, ana yurdumdur. Doğulduğum kökdür, nəsildir. Öldüm, məni burada dəfn eləyəcəklər. Nə olub? Niyə ölkəvə getmirsən? Mən Almanyada yaşaya bilərəm. Amma torpaqlarım mənim buradır. Başa düşdün? Mən Azərbaycan qanı daşıyıram, az. Gəl sən də ağzı vıcırıb verərəm oğucuva. Buna bax, niyə ölkəyə getmirsən? Baba. Başladı elədim. Mən sənin üçün o adı nədir? Qanı pozuqlardan döyürəm, vətənini satanlardan. Düzdür, xain hər yerdə xaindir. Öz ölkəsində yaşayan xainlər də var. Hər yerin yaxçısı pişsi var. Məni tanıyan yaxçı bilir ki, mən bura necə bağlıyım. Ona görə qələt elə oturduğun yerdə az. Deyir, niyə ölkəvə getmirsən? Sözünə hələ. Boşanıb. Yıxıram mama. Müjgan sənə söz atırdı yerə. Yaxşı eləyirdi, qoy atsın. Heç şey olmaz. Səni atmır ki, mənə atır. Gəldi yenə abijniklar. Söz aparıb söz getirənlər. Bu lazım değil. Yox, bağla bura. 10 safit köpüç. Gördün bəzəndə. Mənə də günəldə yazır.
Ha, həri. Ne yazıb bu? Ba. Bir de bunun profiline bakın. Haydi fake sanda. Prosta gittim bloka. Uşaqlara planşet olmaz. Düzdür, amma mən verirdim də. Yox, aşkım, bu diyorum səliqədir ya. Deyən bir atım bunları bloka hesab sistemindən bozmasınlar. Arzu Aycan. Son video 58 baxış. Nə qədər komment gəlib? Arzu Aycan. 8'də çıxarıq ki, probka biraz dursun. 8'ə qalıb. İstəyir. 20 dəqiqə. Şimdi mən hazır. Nə gündədir ağzın? Niyə ağzımın içinə girirsən, yoxsa ağzımdasan? Xanım, ağzımın içinə girirsiniz, yoxsa ağzımın içindəsiz? Hardasan xanım? Xanım, ged əskini deyiş gəl. $135 yorum elə. Az 135 yorum elə. 5 saatdır danışıram. Gün içinə gedir yayındayım. Görsən, yaxşı. Siz məni görərsiniz, üzümü, gözümü. Dedim yorum yazsınlar da. Bakıda ömrəyim. Sizə efirə qadağa qoyublar. Niyə show biznes adamıyam mən? Mənə efirə niyə qadağa qoysunlar xanım? Oxuyanam mən bəyəm. Veriliş aparanam mən bəyəm. Cərə telefonu gətirərdim. Bunu aparacaq. Hə, qoy. Hə. Ay xanım, veriliş aparıram mən. Bəs efirdə, nə işim var idi? Efirdə mən əgər Tolik'in verilişində deyirsinizsə, Tolik Bey'in verilişində mən ora belə deyir də, xaricdə yaşayan matgiroy ola Azərbaycanlı təmsil edən bir Azərbaycanlı qızı olaraq xarici ilə evli ola evet, Azərbaycan dilini bildiyi üçün onun üçün məni çağırmışdı. Sözüm var xanım. Ay? Qara şapka yoxdur. Qara kepkam yoxdur, yox. Neyi təmsil edirdin? Atovu. Təmsil edirdim. Gizliyim. Oy, topuram qaşındı. Dedim, yox. Bugün olar. Neydi? Dedim, yox, bugün olar. Bu mənimdir, sən. Mənim hər şey maşındadır. Telefonum da maşındadır. Sən dedin zəngirə düşən. Mən dedim, heç canlıya baxmadım. Əvvəlki arzu əlaydı. Əvvəlki arzu əlaydı. Nə anlamda? Görünüş olaraq, xarakter olaraq. Xarakter olaraq eyni zibiləm. Heç bir dəyişiklik yoxdur. Eyniyəm ətağa. Hə, əvvəlki kimi yayın açmıram, o heç. Əvvəlki kimi yayını inşallah uşaqların yanında olanda açacağım.
standart yeni yayınlar açacağım. İndi o şeydə deyiləm, o abu havada deyiləm. Dedim bugün olar. Все, getdim mən, öpürəm sizi. Sevirəm sizi, üzünüzdən müğayət olun. İnşallah yeni 3-4 gün sonra görüşərik. Bir də otağa get, arzuyorsunuz. Yaxşı. Çıxırıqsa, çıxırıq. Əvvəl kimi səviyyəsizsən, hə, yaxşı. Səviyyəsizsəm nə gezirsən burada? Aton yoru qalıb. Mən bir sənə çatmır, qoy bunu deyim, ürəyim partı. Bax, bu səviyyəsiz yazan. Sən ətağa, nə gezirsən mənim yayınımda? Az get səviyyələrin yayınına da. Sən papacanı. Yox, biz şeyə gedirik. Türkər xanımın yanına. Gözəlsən yanınlar. Can. Demək, bir dəqiqə. Məmmədov Su xanım, Su xanım, əlinizi də belə tutub belə şəkil çəkmişsiniz. Xala, Can, xala, elə gözəlsən, elə gözəlsən. Yazmışsan ki, Bayram Nurlu ilə eyni həkimdə estetik olmuşsunuz. Bəli xanım, eyni həkim bizə estetik eləyib xanım. Eyni həkim. Sözünüz var xala. Git əlvi qulağımın dalından çək az. Şişe boyda arvatsan. Su xanım. Git az. Otur xala yerində. Tamam da. Onu taraf bir dənə. Ama Seni taraf. ne? Kepkanı oxşadı bir yaqin. Niye ay bacı? Görsən ki, nə günlərdəyik ki. Vallahi. Orada bir dənə Su xanım var idi, o yazın. Can, Su xanım, Pozovuz məni məndən alıb. Prosta mənə bir şey çatmadı. Bu əl niyə belə qulaqdadır? Siz necə eləmişsiniz? Şəkil çəkəndə belə eləmişsiniz? Əlinizi niyə qulaqdan götürmürsünüz ki? Qulağınız eşitmir şəkil çəkəndə. Yəni nədir tema? Yəni şəkildə pozovuz mənə çatmır. Hər pozanı bilirəm. Yəni mən də şəkil çəkirəm. Əlimi belimə qoyuram, əlimi burama qoyuram, əlimi belə qoyuram. İndi əli başqa yerə qoyanları da görmüşəm. Amma əli bura qoyub, əli burada saxlayıb qulaqda şeyə görə çəkənləri görməmişik. Siz mənim ilkimiz oldunuz. Burada nə axtarırdınız qulağınızın dalında xanım? Su xanım. Ay Su xanım, burada nə axtarırdınız? Atmamışsın o ses sizə. İstəyirsən telefonumu getirməmişəm, az ləbləquza. Alo. Ay ay ay. Sevgilim yaramı daşladım. Na 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 na. Bir dakika. İstersen eşedim sana dünyaları. Ha. Uyda. Şöyle getdim ben kulağım ne das. Kulak dedim, öz kulağım incitti. Öptüm sizi. Ne yazdı? Yazdı. Ne yazdı hanım?
Ərə getmə. Necə? Az qonşuyuq, hə, nə kisə? Nə yazıb? Dil qulağı ağrıyıb. Soyuqdur, süləmə. Az nə süləmək gedirəm advokatın yanına. Sən bacanım. Süləmək hayındayam. İltizə, Aycan. İkili vətəndaşsan. Qulağımı estetik eləyəcəm. Ona görə soruşuram. Qulağınızı necə qulağı estetik eləmək istəyirsən, nə deyəsən qulağından udarım çox olubdur. Bas bayraz. Qulağımı estetik eləyəcəm. Yaxşı getdim mən. Ciao Bella. Getdim. Yazmadınız ha yorum, aklınızda kalsın, yaxşı. Gedim yazanlara cavab verim.